Salam, bu video məhz kofe sevənlər üçündür. Siz bilirsinizmi, kofe istifadə edəndə orqanizmə nə qədər ziyan yetirirsiniz? Belə ki, bir çox elementlərin sorulmasında problem yaranır. Məsələn, maqnezium, enerjiniz bu zaman azalır, həyəcanlanmanız daha da artır. Kalsiumun azalması baş verir ki, bu da sümüklərdə kövrəklik yaradır, orqanizmi daha da zəiflədir. Sinkin azlığı zamanı yaralar yaranarsa, bu zaman onun sağalma tezliyi azalır, saç tökülmələriniz artır və immunitetiniz zəifləyir. Əgər sizdə dəmirə bağlı qan azlığı varsa və dəmir preparatı qəbul edirsinizsə, mütləq şəkildə kofe içməməlisiniz. Çünki kofe dəmirin sorulmasını azaldır. Bununla bərabər həm yorğunluğunuz artacaq, həm də əhvalınız pisləşəcək. Bunlarla yanaşı olaraq qadın hormonu olan progesteronu baskılayaraq sizdə bu zaman əhval-ruhiyyənizdə dəyişiklik olacaq, depressiya baş verə bilər, mayenin orqanizmdə toplanması və çəkinin artmasına səbəb ola bilər. Eyni anda kofe içib, bəs bu problemlərlə qarşılaşmamaq üçün nə etmək lazımdırsa, çox diqqətlə videonun sonuna qədər izləyin. İlk növbədə ac qarnına səhər kofe içməyin. Bu zaman mədə şirəsini stimulyasiya edib turşuluğu artırır. Bundan əlavə olaraq yatmazdan əvvəl 6 saat əvvəl kofe içməyin. Kofein dərin yuxuya aparan adenozinin təsirini bloklayır. Yemək zamanı kofe içmək olmaz. Çünki mikroelementlərin mübadiləsinin pozulması baş verəcək. Kofenin bir çox faydalı xüsusiyyətləri də vardır. Ona görə düzgün şəkildə istifadəsi mütləqdir.